Baxaq 17-ci suala. Simvollar hansında doğru göstərilib? Neon göstərilməli idi. Neon. Yəni burada göstərilən N azotun işarəsidir. Fosfor göstərilməli idi. P. Burada göstərilən flordur. F hərfi. Dəmir, bəli, ferumdur. Dəmir, F. Burada yalnız 3 doğru göstərilib. C variantı. Keçid alaq 18-ci suala. 18-ci sualda bizə birinci diqqətli olun, qrafikdə sənə verilən nə qədər suda olan miqdardır? 100 suda. 100 suda şəkər 200-dür. Bizə də deyir, bir də sualı oxuyanda baxın, doğrunu soruşur, yoxsa yanlışı? Burada yanlışları soruşur. İndi 200 suda deyir 20 qram. Gəlin baxaq, 100 suda nə qədər şəkərdir? 200. Bizdə də birinci sualda 200 su. Baxın, su. Suyun altına suyu yazıram. X bərabərdir. 2 dəfə açıb 400 olmalıydı. Amma üzr istəyirəm, sodadan söhbət gedir. Mən şəkərə baxmışam. Buranı silək. Deməli 100 suda 10 sodadır. Məndən də burada 200 suda X nə qədər olacaq? 20. Burada nə verib? 20. Deməli 1 doğru. 1 doğru. Bu mənə lazımdır. Məndən yanlışı soruşur. Eyni şəraitdə həll olması ən yaxşı olan maddə xörək duzudur. Baxaq, 100 su hamısında yəni bərabər su götürmüsən. 200 şəkər olub, 10 soda, 0,2 karbon qazı, 35 xörək duzu. Ən yüksək şəkər tozudur. Ondan sonra xörək duzu gəlir, daha sonra soda, ən az karbon qazı. Mənə də deyir, ən yaxşı əldə olan xörək duzudur, səhvdir. 2 səhv, mənə 2-ni götürəcəm, çünki səhvi soruşur. Temperaturu artıranda 100 ml suda həll olan karbon qazının kütləsi 0,2-dən çox ola bilər. Karbon qazı qazdır. Temperaturu artıranda heç vaxt, yəni 100 suda 0,2-dir. Qrafikə baxıram. Temperaturu artıranda 0,2-dən əslində az olmalıdır. Çünki qazlarda temperatur artanda həll olma azalır, tərsdir. Bax, bilmirəm yenə də neçə dəfə demişəm, amma demişəm. Sayın, amma bilmirəm. Qazlı suların üstündə yazılıb soyuq için. Niyə? Soyuqda qaz daha çox olur. Çünki soyuqda temperatur azdır. Azda qaz daha çox olur. Bilmirəm hansı dildə deyim. Yenə də burada da temperaturu artıranda 0,2-dən az olmalı idi. Amma burada deyir çoxdur. Deməli 2 də səhvdir. Elə doğru variantım A olacaq. Gəlin 4-də də baxaq. 50 suda 100 qram şəkər. Əgər 100 suda 200 şəkər həll olubsa 50, yəni yarısında da olacaq 100. Həqiqətən də 4 doğrudur. Keçdik 19-cu suala. 19-cu sualda bizə nə deyir? Kalsiyum nitrid idi. Görürsünüz? Kalsiyum nitrid id ilə qurtaranda oksigen olmur. Amma at ilə qurtaranda oksigen olur. Kalsiyum nitridi. Nə eşidir orada? Kalsiyum eşidirəm. Nitrid də N azot eşidir. Magnezyum sulfat. Magnezyumu eşitdim. Atda, itdə oksigen olur. Sulfat da sulfur kükürdün işarəsidir. Hansı qeyri-metallar? Görün nə qədər, yəni maraqlı sualda. Həm belə görün neçə dənə mövzunu belə deyək də əhatə edir. Metalı bilməlisən, qeyri-metalı bilməlisən, nitrid də bilməlisən ki, oksigen yoxdur. Qeyri-metal, kalsiyum metal, magnezyum metal, üzr istəyirəm, azot, kükürt, oksigen qeyri-metaldır. Azot, kükürt, oksigen B variantı. Keçdim 20-ciyə. 20-cini o keçən dərsdə keçdik. Bu distillə aparatıdır. Distillə aparatında sadə distillədir özdə. Yenə kitaba diqqətlə baxın.
fraksiyalı distillə də kolbanın üstündə kitaba bir daha gəlməyənlər var idi. Kolbanın üstündə burada fraksiya kalonu olur və bu fraksiya kalonunun içərisinə şüşə qırıntılar tökülür. Bu fraksiyalı distillədir. Amma sadə distillədə elə yəni kolbaya soyuducu birləşdirilir, buna soyuducu deyilir və orada yəni ayrılan maddə əvvəlcə buxarlanır, sonra buxarlanma mütləqdir və distillədə buxarlanma gedir, sonra kondensasiya və ardıcıllıq belədir. Əvvəlcə buxarlanma gedir, sonra kondensasiya. Buxarlanma nədir? Maddə maye haldan qaza keçid verir. Bu buxarlanmadır. Kondensasiya isə qaz keçir mayeyə və nəticədə damlalar şəklində tökülür qaba. İndi bu sadə distillədir. Çünki sadə distillədə mən yenə dedim, kolbaya kalon birləşdirilir, fraksiya kalonu birləşdirilir və bunun içərisi şüşə kürələrlə yarıya qədər doldurulur. Amma bu sadə distillə aparatıdır. Sadə distillə aparatında biz ayıra bilərik duzlu, yəni dəniz suyundan, məsələn, təmiz su ala bilərim, duzlu suyu. Yəni duzlu suyu tökürsən bura, sadə distilləyə. Nə buxarlanır? Su buxarlanır. Su buxarlanır, gəlir keçir bu soyuducuya. Soyuducuda buxar halında olan su, soyuducu aparatda soyuq dəyəndə bu buxar keçir damlaya. Görürsünüz, burada damla-damla tökülür qaba. Bu qaba tökülən olur su, kolbada isə nə qalacaq? Əlbəttə ki, duz. Çünki təmiz deyir ki, dəniz suyundan təmiz su alanda duz qalır kolbada, su keçid verir stəkana. Deməli, X duz, bəli, Y su ola bilər, əlbəttə. Çünki mən yenə deyirəm, bu sadə distillə aparatıdır. Sadə distillə aparatında ayırıram dəniz suyundan təmiz su, yəni duzlu sudan suyun ayrılmasıdır. X spirt, xeyr. Spirt olan fraksiyalı distillə aparatıdır. Kitaba diqqətlə baxın, gəlməyənlər. Görəsiniz ki, kolbaya fraksiya kalonu. Bax, orada artıq X olacaq spirt, fraksiyalı distillə ilə spirt ilə su ayrılır. Məsələn, etil spirti, metil spirti, fraksiyalı distillədə isə, sadə distillədə isə sadə, duzlu su ayrılır. 3-də qurğunun A hissəsində kondensasiya, bəli, kondensasiya A hissədə, yəni soyuducu qurğuda mütləqdir ki, kondensasiya baş versin. 4 fraksiyalı distillə, xeyr, fraksiyalı distillədə mən yenə deyirəm, kolbadan çıxışda fraksiya kalonu olur. Yəni, sadə distillə ilə fraksiyalı distillənin fərqi, əsas fərqi odur. Burada doğru ifadələri dedi. 1 və 3 A variantı. Keçdik 21-ə. Suda həll olur, bərkdir. Bu homogendir. Suda həll olmur, çıx işarəsi mayedir. Bu heterogendir. Həm də maye suda həll olmayan emulsiyadır. Yəni, Y emulsiyaya aiddir. Deməli, X homogendir, Y emulsiyadır, çünki emulsiya ortadadır. Suda həll olmur, çıx qoyulub. Bərkdir, bu suspenziyadır. Deməli, Z suspenziyadır. Suda həll olur, mayedir, bu da yeni homogen qarışıqdır. T də bura aiddir. X, T, Y, Z, B variantı. Keçdik 22-yə. 22-də də laboratoriyada təhlükəsizlik qaydalarının səhv verildiyi, heç bir maddənin dadına baxmaq olmaz, əlbəttə. Kimyəvi maddələrdən zəhərlənmədə laboratoriyanı tərk etmək olmaz, qətiyyən. Əksinə, dərhal tərk eləməlisən, təmiz havaya çıxmalısan. Burada B variantı səhvdir. Əgər gözə kimyəvi maddə tökülərsə, çoxlu miqdarda su ilə yuyulmalıdır, doğrudur. Laboratoriyada iş zamanı mütləq xalat, bəli, geyinməli, əlcək taxılmalı və qoruyucu eynəkdən istifadə. Burada doğru variant B variantıdır.